dövrə aid hadisələri xronoloji ardıcılıqla düzün. Yenə zaman oxuna baxmırıq. Qədim dövr eradan əvvəl olan hadisələrdir. Demək, çoxdan aza doğru düzməliyik. Marafon döyüşü eradan əvvəl 490, Afyon-Sparta müharibəsinin başlanması 431, Xeyronaya 338. Eradan əvvəl olduğuna görə də çoxdan aza doğru gəlirik. Yəni 1, 2, 3. Və 1, 2, 3-ü burada düzürük. 1, 2, 3. Zaman axını olduğu kimi yerləşdiririk. Deməli, 1-ə A, 2-yə B, 3-ə də C olmuş olur. Elə 1-ə A, 2-yə B, 3-ə də C məhz C variantındadır. Sonra baxırıq, deməli, bu nümunədə elə bunun əsasdadır. 1763-cü il Qubalı Fətəli Ərdəbili tutması və yaxud da ki, 1782-1752 uyğunlaşdırırıq. Qubalı Fətəli Ərdəbili tutması 1784-cü ildir. Deməli, 4-ə A uyğunlaşır, 4-ə A. Kərim xan tərəfindən Urmiya xanın tutulması 1763, deməli, 1-ə B uyğunlaşır, 1-ə B və 1782-ci il Qaradağ xanın müstəqilliyin itirməsi demək 2-yə D uyğunlaşır və deməli 1752-ci il Qızılqaya xəyanəti 3-ə də C uyğunlaşır. Sonra baxırıq buradan Səfəvi şahlarına aid hadisə və tədbirlər cədvələ rənglənmiş yerlərə uyğun müəyyən edin. Bu nümunədə nəyə diqqət edirik? Rənglənmiş yerlər dediyinə görə biz ancaq rənglənmiş yerlərə uyğun cavabları seçməliyik. Yəni, deməli, Təhmasibin aşağısında, Təhmasibdən aşağıda Göyxanada 1 verilibdir. Demək, Təhmasibdə inzibati islahat axtarmalıyıq. Təhmasibdə inzibati. Demək, sosial-iqtisadi Abbasda 2 işarələnir. Demək, Abbasda sosial-iqtisadi islahat axtaracağıq. İkinci Abbasda isə hərbi islahatda 3 işarələnib. Deməli, 3-cü Abbasda da hərbi islahat axtaracağıq. İndi baxırıq, Təhmasib üçün inzibati nə idi? Paytaxtın dəyişməsi. Məsələn, Tamğa da var, amma götürə bilmirik. Çünki Təhmasibdə biz inzibatini axtarmalıyıq. İnzibatidə burada nədir? Şirvan bəylərbəyliyin yaradılması. Deməli, 1-ə C götürürük. Sonra 2-də 1-ci Abbasda axtarırıq sosial-iqtisadi. Deməli, sosial-iqtisadi 1-ci Abbasda nə olub? Vergi ilə bağlı bir məsələ. O da əhali üzərinə qoyulan vergiləri azaldıbdır. Deməli, 2-yə A götürürük və 3-ə baxırıq. 1-ci Abbas, Abbasın dövründə isə hərbi sahədə islahat axtarmalıyıq. Deməli, onda 3-ə də götürməliyik. Elə, demək, 2-ci Abbasın dövründə görə Rusların hərbi münaqişə. Yəni, 3-ə də D-ni götürürük. Sonra belə bir nümunə burada var. Məsələn, yazıbdır ki, Peterburq tərəflər, müqavilə. Bax, başlığa baxırıq birinci. Müqavilə, tərəflər, tarix. Deməli, müqavilə Peterburq adını verib, tərəflər sualdır. Demək, 2-də tərəflər axtaracam. İlini verib 1723 və deməli, Peterburq 1723 kim arasındadır? Tərəfləri indi tapmalıyıq. Tərəflər kimdir Peterburqda? Rusiya ilə Səfəvi. Demək, Rusiya Səfəvi olanı götürməliyəm. Rusiya Səfəvi cavabı da məhz burada 2-də hardadır? 2-nin altında hardadır? A variantında. Deməli, 2-yə A-nı seçirəm. Sonra baxıram digər nümunəyə. İstanbulu verib, yəni müqaviləni verib. Tərəfləri verib Rusiya Osmanlı, tarixi verməyib. Demək, 3-də tarix axtarmalıyam. Yəni, İstanbul müqaviləsinin tarixini. Demək, İstanbulun tarixi də, yəni 3-də aşağıda neçənci ildədir? C-dədir. Deməli, 3-ə C-ni götürürük. Və indi baxırıq digərinə. 1-ə. 1-də isə gördüyümüz kimi müqavilənin adını verməyibdir. Yəni, 1 boş qoyulubdur. Amma Rusiya Osmanlı arasında olduğu və 27-ci də olduğu yazılıbdır. Deməli, söhbət naburdan gedir. Adını da biz tapırıq. 1-ə də nabur olan bəndi, yəni 1-ə də B-ni seçirik. Deməli, 1-ə B, 2-yə A, 3-ə C. 1-ə B, 2-yə A, 3-ə də C olur hansı variantda? 1-ə B, 2-yə A, 3-ə C, elə A variantında. Bu nümunədə isə yenə də cədvəldə, sxemdə hansına uyğunluq hardadırsa, yəni belə deyək də ortaq cəhət hardadırsa, orada dayanmalıyıq. Yəni 2-ci Abbasda xətt dayandı burada. Demək, Osmanlı sülh müqaviləsi imzalanması 2-ci Abbasa aidsə 1-i götürə bilərik. Amma belə bir şey olmadığına görə bunu götürə bilmirik. Və yaxud da Şah Sultan Hüseynə gəlirik 3-də. Osmanlı sülh müqaviləsi yoxdur deyə bunu götürə bilmərik. Demək, 1 ilə 2 variantdan getdi. Şah Təhmasibə gəlirik. Təhmasibə 5 var. Gəncə müqaviləsi. Bu da aid deyil. Demək, bu da yanlışdır. Sonra baxırıq.
Şah Sultan Hüseyn və Şah II Abbasda ikinci bir cəhət də var ki, 2. İsfahanın Əfqanlar tərəfindən tutulması Abbasda yoxdur demək, bu da yanlışdır. Və yenə də zaman oxda birləşən yerdə 4 var. İsfahanın Əfqanlar tərəfindən tutulması Şah Sultan Hüseynin dövründə. Bəli, bu doğrudur. Ona görə yalnız 4-ü götürürük. Sonra baxırıq buradan. AXC hökumət tədbirlərinin rənglənmiş yerlərə uyğun olaraq müəyyən edin. Yenə uyğun olaraq müəyyən etməliyik. Baxırıq. Dövlət quruculuğu, sosial-iqtisadi mədən. Deməli, dövlət bax 1918-dən dövlət quruculuğunu tapmalıyıq. 1919-dan sosial-iqtisadini tapmalıyıq. Mədənidən isə 1918-i tapmalıyıq. Demək, mədəni tədbir və dövlət quruculuğu 1918-də olmalıdır, amma sosial-iqtisadi 19-da olmalıdır. Və baxırıq, deyir ki, parlament yaranmasaq da qanun, ümumiyyətlə parlament yaranmasaq da qanun AXC hökumət fəaliyyətinə aid deyil. Bu, Milli Şuranın qəbul etdiyi belə deyək də, qərardır. Ona görə də A-nı çıxırıq variantdan. İlk dövlət bayrağının təsdiq olunması bu ikinci hökumətin gördüyü tədbir idi. 1918-dir. Dövlət quruculuğu deməli 1-ə B-ni götürürük. Vətəndaşlıq haqqında qanun artıq parlament yaranandan sonra deyə qanunları parlament verir. Deməli, ona görə də hökumət tədbiri kimi yenə götürə bilmərik. Həm də 1919-un dövlət quruculuğu tədbiridir. Onu ümumiyyətlə, yəni 19-da biz axtaracağımız sosial-iqtisadi olmalıdır. Bu cəhətdən də çıxmalıdır variantdan. Dövlət bankı yaradılması sosial-iqtisadi və 19 aiddir və biz 19-da sosial-iqtisadi axtarmalıyıq. Demək, həqiqətən də 2-yə D-ni götürürük. Neft mədənlərinin öz sahibkarına qayıtması haqqında qərar, bu milliləşdirilmiş sahələrin öz sahibkarlarına geri qaytarılmasıdır. AXC-də 1918-dir, 5 oktyabr tarixli qərarıdır. Sosial-iqtisadi amma 18-ə aiddir. Bizdən sosial-iqtisadi 19-da soruşur. Ona görə bunu götürə bilmirik. Senzuranın ləğvi mədəni tədbirdir və 1918-dir. Deməli, 3-ə də F-i götürürük. 1-ə B, 2-yə D, 3-ə də F. Eyler-Venn diaqramında da neyinirik? Burada daha çox üçlü Eyler-Venn diaqramı rahat tapırıq, amma belə məqam olanda fikir verək. Bu cür məqamlar olanda deməli həm Azərbaycan SSR ilə Azərbaycan Respublikası üçün ortaq cəhəti soruşur, amma bu AXC-də olmasın. Və belə bir cəhətdə konstitusiyadır bilirik ki, ikinci Respublikada da var, 3-də də var, amma AXC-də olmayıbdır. İngilislərin Bakıda general qubernatorluq yaratması AXC-dədir, yalnız 1-ə aiddir, demək 1-ə A götürürük. Xəzər dənizində hərbi donanma mövcud olması hamısında mövcud olubdur, deməli 5-ə B götürürük. Konstitusiya, Azərbaycan dilinin maddənin əlavə edilməsi bilirik ki, bu 2-ci Respublikada və 3-cü Respublikada var. AXC-də konstitusiya olmayıbdır. Onda bunu 4-ə götürərik. Kollektləşmə siyasətinin aparılması isə SSR-ə aiddir. Deməli 3-ə bunu götürərik. 3 yox, Azərbaycan SSR-ə 2-yə bunu götürərik. Dağlıq Qarabağ münaqişəsinin başa çatması müasir Azərbaycana, yəni 3-ə aiddir. 3-ə də D götürərik.